Salam əziz abituriyentlər və müəllimlər. Mən Repetitor Hazırlıq Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Abbasova Gülşən. İnşallah ki, bundan sonra kanalımızda davamlı olaraq Azərbaycan dili və ədəbiyyatdan həm nəzəriyyə izahları, həmçinin də test izahları paylaşılacaq. Sizlər də dərslərimizdən yararlanmaq istəyirsinizsə, kanalımıza abunə olaraq videolarımızı bəyənməyi və dəstək olmağı unutmayın. Deməli, bugün Azərbaycan dilinin ilk bölməsi olan fonetika bölməsinin müəyyən bir hissəsini izah etməyə çalışacağım. Fonetika ümumiyyətlə Yunan mənşəli sözdür və Azərbaycan dilində keçdiyimiz ümumiyyətlə bölmələrin bir çoxunun adı Yunan mənşəlidir, Yunan dilindən gəlir. Bəs fonetika sözünün mənası nə deməkdir? Fonetika, foni və tika sözlərinin birləşməsindən yaranıb və mənası foni, səs, tika, elm deməkdir. Yəni, ümumilikdə fonetika sözünün mənası səs haqqında elm və yaxud da səs haqqında bəhs deməkdir. Bəs fonetikada nə öyrənilir, nələr öyrənilir? Fonetika danışıq səslərindən bəhs edən bir bölməmizdir. Bəs fonetikada sadəcə olaraq danışıq səsləri mi öyrənilir? Təbii ki, xeyr. Fonetikada ahəng qanunu, heca, vurğu, əlifba da öyrənilir. Amma fonetika əsas qurulub danışıq səsləri üzərində. Bəs danışıq səsləri nələrdir? Danışıq səsləri danışarkən tələffüz etdiyimiz səslərdir. Yəni, hansı ki, biz indi danışırıq və müəyyən səslər formalaşır, bu səslərə deyirik danışıq səsləri. Deməli, fonetika öyrənir danışıq səslərini. Bəs danışıq səsləri nələr vasitəsilə formalaşır desək, danışıq səsləri danışıq üzvləri vasitəsilə formalaşır. Deməli, danışıq səsləri danışıq üzvləri vasitəsilə formalaşır. Və biz danışıq üzvlərini iki qrupa bölürük. Var fəal danışıq üzvləri və qeyri-fəal danışıq üzvləri. Fəal və qeyri-fəal nə deməkdir? Yəni, danışarkən sözləri tələffüz edən zaman biri var danışıq üzvünüz fəal şəkildə olsun, yəni aktiv olsun, tərpənsin. Bir də var qeyri-fəal, yəni sabit şəkildə olsun, tərpənməsin. Əgər tərpənirsə deyəcəyik fəal danışıq üzvü, yox əgər sabit şəkildə qalıbsa deyəcəyik qeyri-fəal danışıq üzvü. Fəal danışıq üzvləri dil, dodaq, səs telləri və bir də çənə. Dil, dodaq, səs telləri, çənə. Bunlar fəal danışıq üzvləri. Qeyri-fəal danışıq üzvləri burun boşluğu, ağız boşluğu, nəfəs borusu, qırtlaq, ağciyərlər və həmçinin də biz qeyd edəcəyik dişləri. Dişlər bəzən problem yaradır. Abituriyentlər tapa bilmir ki, fəal danışıq üzvüdür, yoxsa qeyri-fəal danışıq üzvüdür. Öncə dediyim kimi, sabit olmasına diqqət yetirəcəksiniz. Təbii ki, biz danışan zaman dişlərimiz tərpənmir və ona görə də necə olmalıdır? Qeyri-fəal danışıq üzvü olmalıdır. Deməli, danışıq səsləri oldu. Danışarkən tələffüz etdiyimiz səslər və danışıq səsləri danışıq üzvləri vasitəsilə formalaşdı. Danışıq üzvlərini iki qrupa böldük. Fəallar, dil, dodaq, səs telləri, çənə. Qeyri-fəallar isə burun boşluğu, ağız boşluğu, nəfəs borusu, qırtlaq, ağciyərlər və dişlər. Daha sonra, fonetika ilə bağlı daha çox çətinlik çəkilən hissələrdən biri də sözün səs və hərf tərkibi məsələsidir. İndi fonetikada iki fərqli anlayış var. Var hərf anlayışı və bir də səs anlayışı. Hərf və səs tamamilə bir-birindən fərqlənir. Belə ki, hərf yazılır və görülür. Ancaq səs deyilir və eşidilir. Ümumiyyətlə belə baxsaq, hərfi yazırıq və yazdığımız hər hansısa bir nəyisə biz neyləyirik, görürük, düzdürmü? Daha sonra səsi deyirik və dediyimiz nəyisə artıq eşidirik. Ona görə hərf yazılır və görülür, səs isə deyilir və eşidilir. Sözün səs və hərf tərkibi nə deməkdir? Sözün hərf tərkibi dedikdə sözün yazılışı nəzərdə tutulur. Səs tərkibi dedikdə isə sözün tələffüzü nəzərdə tutulur. Və sözün tələffüzünü yazılışından fərqləndirmək üçün biz istifadə edirik transkripsiya işarəsindən.
Əgər hər hansısa sayı, samet və yaxud da sözün özünü götürək, əgər transkripsiya daxilində verilibdirsə, bu deməkdir ki, artıq bizdən sözün tələffüzünü soruşur. Yox, əgər dırnaq içərisində verilibdir və yaxud da yarım mötərizə daxilində verilibdirsə, bu artıq sözün yazılışı mənasında işlənir. Yəni, məsələn, tutaq ki, A bir var dırnaq içərisində verilsin, biz artıq buna hərf deyəcəyik, ancaq transkripsiya daxilində verilibsə, biz buna deyəcəyik səs. Deməli, sözün yazılışını tələffüzündən fərqləndirmək üçün, daha doğrusu tələffüzünü yazılışından fərqləndirmək üçün nədən istifadə edirik? Transkripsiya işarəsindən istifadə edirik. Daha sonra, indi sözün hərf və səs tərkibi arasında iki cür fərq olur. Bu fərqlər hansıdır? Bir var kəmiyyət fərqi, bir də var keyfiyyət fərqi. Ümumiyyətlə, kəmiyyət, keyfiyyət nə deməkdir? Bilirik ki, kəmiyyət dedikdə nəyinsə kəmiyyəti, yəni onun miqdarı, sayı nəzərdə tutulur. Keyfiyyət dedikdə də daxili xüsusiyyətlər nəzərdə tutulur. Kəmiyyət və keyfiyyət fərqində də kəmiyyət fərqini bölürük iki qrupa. Kəmiyyət fərqinin formalaşması üçün sözdə səs düşümü və ya səs artımı olmalıdır. Əgər bir sözdə səs düşümü və yaxud da səs artımı hadisəsi varsa, artıq həmin sözdə kəmiyyət fərqi var deməkdir. Bunun ən asan yolu nədir? Sözün yazılışındakı hərfləri saymalısınız və tələffüzündəki səsləri saymalısınız. Əgər uyuşmazlıq varsa, bu deməkdir ki, həmin sözdə artıq kəmiyyət fərqi var. Məsələn, tutaq ki, səs düşümü götürək saat sözünü. Saat sözünü qoşa A ilə yazırıq. Tələffüz etdikdə qoşa A-nın biri düşür, digəri uzun tələffüz olunur. Bu sözün yazılışına baxsaq, yazılışında neçə dənə hərf var? 4 dənə hərf var. Tələffüzünə neçə dənə səs var? 3 dənə səs var. Deməli, bunun yazılış və tələffüzü arasında sayı fərqi, yəni kəmiyyət fərqi var. Daha sonra, səs artımı dedikdə, məsələn, A ilə, tələffüz etdikdə A ilə. Bu cür tələffüz edirik. İndi yazılışına baxsaq, 4 dənə hərf var, ancaq tələffüzünə baxsaq, 5 dənə səs var. Deməli, yenə hərf və səs tərkibi arasında uyuşmazlıq var. Birində 4 hərf var, birində 5 səs var. Artıq demək ki, bu sözdə də kəmiyyət fərqi formalaşmışdır. İndi istənilən səs artımı, səs düşümü olan sözlərdə biz kəmiyyət fərqi götürəcəkmi? Təbii ki, xeyr. Bir sözdə əgər səs düşümünün və səs artımının sayı eyni miqdardadırsa, həmin sözdə qətiyyən kəmiyyət fərqi götürmək olmaz. Məsələn, tutaq ki, yazıram təəccüblə. Biz bu sözü tələffüz etdikdə təəccüblə bu şəkildə tələffüz edirik. Baxsaq, qoşa ə ilə yazdıq və tələffüzdə qoşa ənin birini düşürdük. Baxsaq, sonda n yoxdur, amma biz sonda bir dənə n əlavə etdik, yəni burada da səs artırdıq. Yazılışındakı hərfləri saysaq, 9 dənə hərf var. Tələffüzündəki səsləri saysaq, 9 dənə səs var. Bir uyuşmazlıq varmı? Xeyr, yoxdur. Deməli, artıq bu sözdə biz kəmiyyət fərqi var deyə bilmərik. Yəni, kəmiyyət fərqi götürməyiniz üçün mütləq bu hissə ilə bu hissədə bir uyuşmazlıq olmalıdır. Ancaq təəccüblə sözünə baxın. Əni düşürdük, biri düşdü. Amma sonunda biz düşənin yerdə nə əlavə etdik? Sanki bir dənəsində əlavə etdik, düzdürmü? Artıq ona görə bu tarazlıq bərabərləşdi və bu sözdə də kəmiyyət fərqi olmadı. Diqqət yetirmək lazımdır. Eyni sayıdadırsa səs düşümü və səs artımı bu zaman kəmiyyət fərqi formalaşdırılır. Daha sonra keyfiyyət fərqi. Keyfiyyət fərqinə sadəcə səs dəyişilməsi aiddir. Səs dəyişilməsi dedikdə, yəni sözü bir hərflə yazmısan, amma tələffüz edəndə o hərfi başqa bir səsə çevirəcəksən. Məsələn, tutaq ki, xəstə yazırıq, tələffüz etdikdə necə tələffüz edirik? Xəstə. Sözü t ilə yazdıq, d ilə tələffüz etdik. Deməli, artıq bu sözdə nə var? Səs dəyişilməsi, yəni kəmiyyət fərqi var. Kəmiyyət fərqi dedikdə sadəcə səs dəyişilməsini, amma keyfiyyət fərqi dedikdə sadəcə səs dəyişilməsini, kəmiyyət fərqi dedikdə isə səs düşümünü və yaxud da səs artımını götürə bilərik. İndi bir sözdə həm səs düşümü, həm də səs artımı hadisəsi ola bilərmi? Təbii ki, ola bilər. Məsələn, təəccüblə sözündə kəmiyyət fərqi olmadı, say fərqi olmadı. Amma biz baxsaq, sözü b ilə yazmışdıq, p ilə tələffüz etdik. Sözü l ilə yazmışdıq, n ilə tələffüz etdik. Deməli, artıq bu sözdə
kəmiyyət fərqi götürməsək də keyfiyyət fərqi var. Həmçinin ola bilər ki, hər hansı səs düşümü hadisəsi olsun və yaxud da səs artımı hadisəsi olsun. Bununla yanaşı hər hansı səs dəyişilməsi hadisəsi də olsun. Hansı ki, test toplumumuzda fonetika bölməsinə bununla bağlı yetər qədər testlər var. Bu da oldu sözün yazılış və tələffüzü arasında fərqlər. Daha sonra uzanma məsələsi. Uzanma nədir? Ümumiyyətlə uzanmanın xüsusi bir tərifi yoxdur. Ancaq biz sözü tələffüz edən zaman olur ki, bəzən hər hansısa saiti nitqimizdə digər saitlərə nisbətən daha çox saxlayırıq. Bu artıq saitin uzanması hesab olunur. Və Azərbaycan dilində ı və ü saitləri uzanmır. Deməli, ı və ü saitləri uzanmır. Geridə qalan digər saitlərin hamısı uzun tələffüz oluna bilər. Ü-dən istisna olaraq bir dənə üfüqi sözü var ki, üfüqi sözündə ü-nün uzanması var. Amma digər ı ilə ü ilə yazılan sözlərdə uzanma olmaz. İndi bir sözün yazılış və tələffüzü arasında biz sadəcə tələffüzdə uzanmanı qeyd ediriksə, bu yazılış və tələffüz arasında fərq sayılırmı? Təbii ki, sayılmaz. Məsələn, tutaq ki, götürək mömin sözünü. Mömin sözünü biz tələffüz etdiyimiz zaman necə tələffüz edirik? Mömin. Baxın, i-ni tez deyirik, amma ö-nü nitqimizdə nisbətən saxlayırıq. Mömin. Deməli, artıq bu saitimiz bizim uzun tələffüz olunacaq. Mömin. İndi biz bu uzanmanı yazılış və tələffüz arasında fərq götürəkmi? Xeyr. Niyə fərq götürə bilmərik? Baxın, biz bu söz transkripsiya daxilində yazıldı deyə, artıq bunun tələffüzü fərqləndi deyə bilərikmi ki, bu söz transkripsiyada yazılmayıb, bu transkripsiyada yazılıb? Təbii ki, deyə bilmərik. Niyə? Çünki transkripsiya tələffüzün xüsusiyyətdir və uzanma da tələffüzün xüsusiyyətdir. Necə ki, vurğunu yazılış üzərində qoyuruq, tələffüz üzərində qoya bilmərik. Eynən uzanma da sadəcə olaraq sözü dediyimiz, tələffüz etdiyimiz zaman meydana çıxır. Sırf tələffüzün xüsusiyyəti olduğu üçün bir sözdə artıq uzanmanı fərq götürə bilmərik. Fərq olaraq sadəcə bayaq qeyd etdiyimiz səs düşümünün, səs artımını və səs dəyişilməsini götürürük. Uzanma qətiyyən fərq sayılmır. Bəzi sözlərimizdə var ki, həmin sözlərin iki tələffüz forması var. Bir cür yazırıq, ancaq iki tələffüz forması var. Yəni, bir tələffüz formasında bir saiti uzun tələffüz edirik, amma bir tələffüz formasında saiti uzun tələffüz etmirik. Bu sözlərə deyirik uzanmasına görə fərqlənən sözlər. Uzanmasına görə fərqlənən sözlər. Uzanmasına görə fərqlənən sözlər hansılardır? Nərə, dava, əyan və bəzən. İndi nərə sözünün bir tələffüz forması elə nərə formasındadır. Bir tələffüz forması da nərə. Əgər balıq növündən söhbət gedirsə, balıq adından söhbət gedirsə, bu zaman nərə balığı demək olmaz. Necə deməliyik? Nərə balığı. Bu zaman uzanması yoxdur. Amma qışqırmaq mənasında deyirik ki, Koroğlu nərə çəkdi. Bu zaman artıq nərə sözündə uzanma var. Koroğlu nərə çəkdi yox, nərə çəkdi deyirik. Deməli, nərə sözü uzanmasına görə mənası dəyişən sözdür. Sonra məsələn dava sözü. Dava sözü biri var, elə bir nəfəsə deyək, dava. Bir də var, dava. Uzanma ilə deyək. Dərman mənasında dava dərman. Bir nəfəsə deyirik, uzanması yoxdur. Amma savaş mənasında deyirik ki, dava başladı. Dava başladı yox, necə deyirik? Dava başladı. Deməli, savaş mənasında uzanması var. Əyan sözü, əyan olmaq mənasında uzanması yoxdur, elə əyan olmaq. Bir nəfəsə deyirik. Amma zadəcan mənasında uzanması var. Bunu yadda saxlayın, yenə zadəcan sözünün özündə də uzanma var. Deməli, əyan sözü zadəcan mənasında uzanması olacaq. Necə deyirik? Əyan. Daha sonra bəzən sözü. Bəzən sözü feil mənasında, məsələn, deyirik qız bəzəndir. Bu mənada uzanma yoxdur, bir nəfəsə deyirik. Amma əksərən mənasında, bəzi hallarda mənasında, yəni zaman zərfi kimi deyirik bəzən bizə gələrdi. Bəzən. Bu zaman artıq uzanması var. Deməli, uzanmasına görə fərqlənən sözlər nərə, dava, əyan, bəzən. Bu sözlərdə də diqqətli oluruq. Və hansı ki biz bu sözləri leksikologiyada, omonimlərdə bir də qeyd edəcəyik ki, bu sözlərin tələffüzü fərqləndiyi üçün hansı ki bu sözləri də
homonim hesab etmirik. Daha sonra danışıq səslərini biz bölürük iki qrupa. Danışıq səslərini bölürük iki qrupa: saitlər və samitlər. Bəs nəyə görə danışıq səslərini iki qrupa bölürük? Saitlər və samitlər olaraq. Ağız boşluğunda maneəyə rast gəlib gəlməməsinə görə. Deməli, niyə? Ağız boşluğunda maneəyə görə. İndi saitləri tələffüz edən zaman hava axını ağız boşluğunda heç bir maneəyə rast gəlmir. Yəni saitlər maneəsizdir. Həmçinin təmiz avazlı səslərdir. Heca yaradır. Vurğu qəbul edir. Ahəngi müəyyən edir. Və dilimizdə 9 sait səs var. Deməli, saitlərin xüsusiyyəti hansılar oldu? Hava axını ağız boşluğunda heç bir maneəyə rast gəlmədiyi üçün maneəsiz səslərdir, təmiz avazlı səslərdir. Heca yaradır. Heca yaradır nə deməkdir? Biz hecanı müəyyən etdikdə, bir sözün neçə hecası olduqda nə edirik? Bir sözdəki saitləri sayırıq, düzdürmü? Deməli, heca yaradan da nələrdir? Sait səslərdir. Daha sonra vurğu qəbul edir. Vurğu, heca vurğusu hecalardan birinin digərinə nisbətən qüvvətli deyilməsidir. Hecanı da nəyə əsasən müəyyən etdik? Saitlərə əsasən müəyyən etdik. Bu səbəbdən vurğu qəbul edən də sait səslərdir. Ahəngi müəyyən edir. Bilirik ki, ahəng qanunu sözdə qalın və ya inci saitlərin bir-birini izləməsinə deyir. Qalın, incə saitlər deyirik. Deməli, ahəngi də saitlər müəyyən edir. Və dilimizdə 9 sait səsimiz var. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Daha sonra samitlər. Samitləri tələffüz edən zaman hava axını ağız boşluğunda müəyyən maneəyə rast gəlir. Ona görə samitlər maneəlidir. Həmçinin samitlərin formalaşmasında həm kar, həm cingiltili samitlərdə Q iştirak edir. Ona görə samitlər Q-lü səslərdir. Samitlərdən M və N burun samitləridir. H boğaz samitidir. Digərləri ağız samitləri hesab olunur. Və dilimizdə 23 samit hərf var. 25 samit səs var. Deməli, samitlər maneəli səslərdir, Q-lü səslərdir. M və N samitləri burun boşluğunda formalaşdığı üçün burun samitləri, H samiti boğazda formalaşdığı üçün boğaz samiti və dilimizdə 23 samit hərf var, 25 samit səs var. Bu ümumiyyətlə sait və samitlər haqqında ümumi məlumat. Bugün əsas izah eləyəcəyik saitləri. Saitlər dedik ki, ağız boşluğunda heç bir maneəyə rast gəlmir, həmçinin də təmiz avazlı səslərdir. Və dilimizdə də 9 sait səs oldu. Və saitləri biz 3 cür təsnif edirik. Dilin vəziyyətinə görə, daha sonra alt çənənin vəziyyətinə görə və dodaqların vəziyyətinə görə. Və həmçinin dilin vəziyyətinə görə, burada dilin üfüq vəziyyətinə görə, daha sonra alt çənənin vəziyyətinə görə də dilin şaqili vəziyyətinə görə deyirik. Dodaqların vəziyyətinə görə bunun başqa heç bir adı yoxdur. Daha sonra dilin vəziyyətinə görə saitləri iki qrupa bölürük. Hansılardır? Qalın saitlər və incə saitlər. İndi qalın incə saitləri dilin arxa və ön hissəsində formalaşmasına görə bir də dil önü və dil arxası saitlər deyirik. Qalın saitlər dilin arxa hissəsində formalaşdığı üçün, tələffüz olunduğu üçün qalın saitlər adlanır dil arxası.
səhv yazdım. Daha sonra incə saitlər dilin ön hissəsində formalaşdığı üçün incə saitlərə deyirik dil önü saitlər. Daha sonra alt çənənin vəziyyətinə görə bölürük iki qrupa. Qapalı saitlər və açıq saitlər. İndi qapalı saitləri tələffüz edən zaman ağız boşluğu nisbətən daralır. Ona görə qapalı saitlərin digər adı dar saitlər. Açıq saitləri tələffüz edən zaman ağız boşluğu nisbətən genəlir və ona görə açıq saitlərə digər ad deyirik gen saitlər. Dodaqların vəziyyətinə görə isə sadəcə dodaqlanan və dodaqlanmayan. Yəqin ki, artıq saitləri də hamımız bilirik. Qalın saitlər A, I, O, U, incələr E, Ə, İ, Ö, Ü. Qapalı saitlər I, I, U, Ü, açıq saitlər A, E, Ə, O, Ö. Dodaqlanan O, Ö, U, Ü, dodaqlanmayan A, E, Ə, I və İ saitləri. İndi bir də dil ortası sait məsələsi var. Dil ortası sait olaraq qeyd edirik E saitini. E saitini qeyd eləmişik incə saitlərin içərisində. Amma E saiti dilin nə arxa hissəsində formalaşmır, nə ön hissəsində formalaşmır. Dilin orta hissəsində formalaşdığı üçün E saitinə deyirik dil ortası sait. Qrup olaraq götürürük incə saitlərin içərisində. Amma dil önü, dil arxası dedikdə artıq deyirik ki, E saiti dil ortası saitdir. Bu da olur saitlərin təsnif olunmaq xüsusiyyəti. Məsələn, qapalı saitlərə dedik dar saitlər, açıq saitlərə dedik gen saitlər. Məsələn, yoxlasaq, I, I, U, Ü. Ağız boşluğu necədir? Nisbətən dardır. Ona görə dedik dar saitlər. İndi açıq saitləri tələffüz edəndə A, E, Ə, O, Ö. Ağız boşluğu nisbətən genəlir. Ona görə dedik gen saitlər. Dil arxası, dil önü, bunu dilinizin arxa və ön hissəsində yaranmasına görə də müəyyən edə bilərsiniz. Yəqin ki, təsnif olmaq xüsusiyyətlərini heç kəsin problemi olmaz. Daha sonra saitlərin fərqli tələffüz olunma formaları. Saitləri iki qrupa bölürük. Var eyni cinsli qoşa saitli sözlərin tələffüz forması, bir də müxtəlif cinsli qoşa saitli sözlərin tələffüz forması. Eyni cinsli qoşa saitli sözlərin tələffüz formasında qoşa A, qoşa Ə, qoşa İ saitlərinə baxsaq, eyni cinsli qoşa saiti tələffüz zamanı mütləq birini düşürdüb, digərini uzun tələffüz etmək lazımdır. Heç bir zaman araya hər hansısa samiti əlavə etmək olmaz. İstisnasız, ümumiyyətlə eyni cinsli qoşa saitli sözdürsə, hər zaman burada səs düşümü hadisəsi olacaq. İndi qoşa A ilə, məsələn, tutaq ki, deyirik marif. Marif sözünü tələffüz etdikdə A-nın birini düşürəcək, digəri uzun tələffüz olunur. Necə? Marif. Bu cür tələffüz edirik. Sonra Ə ilə, məsələn, əmtə. Tələffüz edəndə yenə biri düşür, digəri uzanacaq. İ ilə bədi. Bəzən, məsələn, tutaq ki, saat sözdür. Bəzilərimiz saat deyirik, araya yığını artırıq. Qətiyyən olmaz. Və yaxud, məsələn, bədii sözünü bəzilərimiz bədii deyirik, qətiyyən olmaz. Eyni cinsli qoşa saitdirsə, mütləq birini düşürdür, digərini də uzun tələffüz etməlisiniz. Bu bir qaydamız. Daha sonra, müxtəlif cinsli qoşa saitli sözlərdə diqqətli olmaq lazımdır. Tərkibində A-i, I-a, Ə-i, I-ə, İ-u, U-i, İ-o və A-ü hərf birləşməsi olan sözlərdə iki sait arasına Y samit səsini daxil edirik. Deməli, müxtəlif cinsli qoşa saitli sözlərdə tərkibində A-i və bunun əksi I-a, Ə-i, bunun əksi I-ə, U-i-u və bunun əksi U-i, daha sonra bir də bu iki dənə I-o və A-ü hərf birləşməsi olan sözlərdə iki saitin arasına mütləq Y samit səsini əlavə edəcəksiniz. Yəni, baxın, burada nə oldu? Səs düşümü oldu. Bunlarda artıq səs artımı hadisəsi olacaq. Məsələn, tutaq ki, A-ilə sözündə A-i hərf birləşməsi var. Tələffüz zamanı oldu A-ilə.
A və i-nin arasına y-ni əlavə etdik. Və yaxud məsələn, zəif sözündə ə-i hərf birləşməsi var. Tələffüz zamanı zəif. Araya yenə y samit səsini daxil edəcəyik. Bu müxtəlif cinsli samitlərlə bağlı bir qaydamız. Daha sonra bəzi mürəkkəb sözlərimiz var ki, həmin mürəkkəb sözlərdə tələffüz zamanı birinci sözün son saiti tələffüzdə düşür. Və adətən məsələn bir sait düşürsə digərində uzanma baş verirdi. Amma uzanma da baş vermir. Bu daha çox qohumluq əlaqəli sözlərdir. Məsələn, tutaq ki, xala oğlu, əmi oğlu, bibi oğlu, dayı oğlu və s. Buna yanaşı məsələn, Əli ağa, Əli açıq. Bu kimi sözlər də var ki, birinci sözün son saiti tələffüz zamanı düşəcək, digərində də uzanma baş verməyəcək. Yəni, xaloğlu sözünü biz tələffüz etdikdə necə deyirik? Xaloğlu. Birinci sözümüzün son saiti, yəni A tələffüzdə düşür. Sonra əmoğlu sözünü əmoğlu. Yenə i düşdü. Əlağa sözünü əlağa. Yenə i düşəcək. Əlaçıq sözünü əlaçıq. Yenə tələffüzdə i düşəcək. Deməli, bəzi mürəkkəb sözlərdə tələffüz zamanı birinci sözün son saiti tələffüzdə düşəcək. Yəni, bu sözlərdə nə baş verir? Yenə kəmiyyət fərqi baş verir. Məsələn, əlaçıq sözündə həm kəmiyyət fərqi var, həm keyfiyyət fərqi var. İ düşdü, burada səs azalması oldu. Həmçinin q ilə yazdıq, tələffüzdə x ilə tələffüz etdik. Bu da oldu səs dəyişilməsi, yəni keyfiyyət fərqi. Daha sonra bəzi çaşdırıcı sözlərimiz var ki, həmin sözlərdə tələffüz zamanı qalırıq ki, orayı artıraqmı, yoxsa artırmayaq mı? Bəzi sözlər var, onları əzbərləməyə, yadda saxlamağa məsləhət bilərdim. Çünki imtahanlarda, qəbullarda tez-tez rast gəldiyimiz sözlərdir. Məsələn, şücaət, bəraət, qirayət, itayət, bu tipli sözlər. Bu sözlərdə məsələn, şücaət sözünü biz elə bilirik ki, tələffüz zamanı şücaət. Bu cür tələffüz edirik. Bəzilərimiz həqiqətən də bu cür tələffüz edirik. Bu istər-istəməz bizdən asılı deyil. Ancaq bu sözlərin yazılış və tələffüzü arasında fərq yoxdur. Yəni, şücaət, bəraət, qənaət, qirayət, bunlar elə bu şəkildə də tələffüz olunmalıdır. Qənaət, qirayət, şücaət, itayət, bu şəkildə demək artıq yanlışdır. İstənilən qayda kitabında var bu sözlər. Bu sözləri mütləq yadda saxlamaq lazımdır ki, bu sözlərin yazılış və tələffüzü arasında heç bir fərq yoxdur. Məsələn, riayət sözü. Riayət sözündə sonda y var. Artıq biz burada əvvəldəki iki saitin arasına bir də y əlavə eləyə bilmərik. Daha sonra, o saitinin A kimi tələffüz olunması. Nə zaman biz onu A kimi tələffüz eləyəcəyik? Bununla bağlı 3 dənə qaydamız var. Biri var, o saiti vurğulu hecadan əvvəl gəlsin. Vurğulu hecadan əvvəl. Sonra o saiti vurğu qəbul etsin. Yəni vurğulu hecad olsun. Bir də var, o saiti vurğulu hecadan sonra gəlsin. Bunun üçünə görə artıq onun tələffüz forması fərqli olacaq. Əgər o saiti vurğulu hecadan əvvəl gələrsə, bu zaman A kimi tələffüz olunur. Məsələn, tutaq ki, konfet sözünü götürək. Bu cür yazırıq. Tələffüz edəndə necə tələffüz edirik? Konfet. Bu şəkildə tələffüz edirik. İndi baxsaq bu sözün vurğusuna hara düşür? Sonuncu hecaya düşür, düzdürmü? Konfet. Vurğu sonuncu hecadadır. İndi vurğulu hecamız bu heca. Bundan əvvəl gəlirsə o A kimi tələffüz olunmalıdır. Sonra məsələn Moskva sözünü deyək. Moskva. Tələffüz edəndə Moskva. Vurğulu hecadan əvvəl gəldiyi üçün yenə o A-ya çevriləcək. Sonra o saiti vurğu qəbul edirsə, bu zaman tələffüz zamanı elə o kimi də tələffüz olunacaq. Məsələn, tutaq ki, götürək orqan sözünü. Vurğu haradadır? Orqan. Elə birinci hecanın üzərindədir. Tələffüz etdikdə elə orqan şəklində də tələffüz edəcəyik. Sonra vurğulu hecadan sonra gələrsə, məsələn, televizor.
Televizor sözünde vurğumuz hardadır? Televizor. V hecasının üzərinədir. Tələffüz etdikdə elə televizor formasında da qalacaqdır. Deməli, o vurğulu hecadan əvvəl gəlirsə, adətən aya çevriləcək. Əgər vurğu qəbul edirsə və vurğulu hecadan sonra gəlirsə, adətən elə o kimi də tələffüz olunacaq. Bu, təbii ki, bütün sözlərdə mən bu qaydanı tətbiq edeyim. Xeyr, təbii ki, bunun da müəyyən sözlər var ki, vurğulu hecadan əvvəl gəlib, amma A kimi tələffüz olunmuyubdur və yaxud vurğulu hecadan sonra gəlib A kimi tələffüz olunur. Sadəcə olaraq adətən, yəni 10 dənə söz desək, bunun 8-də bu qaydanı artıq tətbiq edə bilərik. Bu da o saitli A kimi tələffüz olunması. Sonra sözün səs və hərf tərkibi haqqında çaşdırıcı məqamlardan biri də hansıdır? Hansı ki, fonetik təhlil testlərində biz çox problem yaşayırıq ki, abituriyentlər bunu səhv edirlər. Diqqətli olunası məqam, ahəng qanunu, heca və vurğu. Bu üçünü soruşduqda sözün yazılışına baxırıq. Sözün yazılışına baxılır. Ancaq saiti, samiti, həmçinin sait, samitin sayını soruşursa, bu zaman baxırıq tələffüzə. Deməli, ahəng qanunu, heca, vurğu, bunları soruşursa sözün yazılışına baxmaq lazımdır. Ancaq saitdir, samitdir, həmçinin də bunların sayını soruşursa, bu zaman baxmaq lazımdır sözün tələffüz formasına. Fonetik təhlil ilə bağlı bu tür testlərin izahı da olacaq. Onda da daha rahat anlayacaqsınız. Məsələn, tutaq ki, yazırıq mətbəə sözünü. Mətbəə sözünün tələffüz formasında dedik ki, ənin biri düşür, digəri uzun tələffüz olunur. İndi sizə desək ki, sözdə 2 ə saitindən istifadə olunmuşdur. Sait, samit nədir? Bunlar səslərdir, düzdürmü? Səsi soruşduqda hara baxmaq lazımdır? Tələffüz formasına baxmaq lazımdır. Həqiqətən tələffüzə baxırıq ki, neçə dənə ədən istifadə olunur? 2 dənə ədən istifadə olunur. Deməli, artıq həmin variantımız doğru olacaq. Artıq deyə bilməliyik ki, biz yazılışa baxdıq, yazılışda 3 dənə ədən istifadə olunur. Deməli, bu sözdə 3 ə saiti var. Bu artıq yanlış olacaq. Çünki saitdir, samitdir, bunlar səslərdir. Biz sadəcə onu hərflərə, yazıya köçürmüşük. Daha doğrusu yazıda hərf formasında istifadə edirik. Ancaq əslində bunlar səsdir, səs olaraq formalaşır və biz bunu harda axtarmalıyıq? Transkripsiya daxilində axtarmalıyıq. Sonra, məsələn, yazıram xəstə sözünü. Sizə deyir ki, sözdə t-dan istifadə olunubdur. Baxın, bunu hər zaman bu cür yazır, transkripsiya daxilində yazır. Siz də sözün transkripsiya daxilinə baxmalısınız, yəni tələffüzünə. Tələffüzdə oldu xəstə. Baxırıq ki, tələffüzündə bunun t yoxdur axı. Deməli, bu t-nın yerinə nə olmalıydı? Əslində yazmalıydı d. Yəni, saitidir, samitidir. Həmçinin sait, samitin sayını soruşduqda hara baxırıq? Baxmalıyıq transkripsiya daxilinə. Yəni, sözün tələffüz formasına. Amma ahəng qanunu soruşursa da bura baxmayacaqsınız. Ahəng qanunu soruşursa yazılışa baxacaqsınız. 3 dənə ədən istifadə olunubdur yazılışda. 3-ü də necədir? İncədir təbii ki. Deməli, ahəng qanuna tabi sözdür. Sonra deyir ki, 3 hecası var. Hecanı soruşduqda yazılışdakı saitlərə baxmalıyıq. Yazılışda 3 dənə saitimiz olduğu üçün, deməli, həqiqətən də 3 hecası var. Sonra vurğu qəbul etmək. Vurğunu ümumiyyətlə tələffüz üzərində qeyd etmək olmaz. Mütləq və mütləq yazılış üzərində qeyd etməliyik. Bu üçünü soruşduqda baxırıq yazılış üzərinə, bunları soruşduqda baxırıq tələffüzə. Bir də heca və saitin sayı məsələsinə diqqətli olmaq lazımdır. Baxın, hecanı soruşduqda yazılışdakı saitlərə baxmaq lazımdır. Çünki sözü yazılış üzərində hecalara ayırırıq, sətirdən sətrə keçiririk. Ancaq ümumiyyətlə sayını soruşursa, artıq sait səsin sayını soruşur, bu zaman tələffüzə baxmaq lazımdır. Yəni, mətbəə sözündə sizə desək ki, 3 dənə hecası var, bəli. Çünki 3 dənə saitimiz var yazılışımızda. Amma sizə desək ki, 2 dənə sait var, sait artıq səsi soruşur, bu zaman tələffüzə baxmalıyıq, doğru olacaq. Amma desək ki, 3 hecası, 3 dənə də saiti var, bu zaman artıq yanlışdır. İnşallah ki, bugün fonetika bölməsi ilə bağlı faydalı bir izah edə bildik. Siz də dərslərimizi bəyənib abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.